Salam əziz izləyicilər. Bu günləri sizə Hədəf Sınaq Mərkəzinin keçirdiyi 11-ci siniflər üçün sınaq suallarının izahını təqdim edirik. Başlayaq. 61-ci sual. Görülən deyir ki, bu işin görülməsinə sərf olunan zamana nisbətinə hansı fiziki əməliyyata bərabərdir? Təbii ki, görülən işin A-nın T-yə olan nisbəti bizə mexaniki gücü verir. Cismi çəkisi hansı cihazla ölçülür? Çəki qüvvədir və qüvvə olduğu üçün də dinamometr adlanan cihazla ölçülür. 63-cü sual. 63-cü sualda deyilir ki, üfüqi səthdə düz xəttli bərabər sürətli. Bərabər sürətli deyirsə V konstant, yəni təbii ki, vektor şəklində. Cismə təsir edən dartı qüvvəsinin gördüyü iş. Dartı qüvvəsinin gördüyü iş 30 jouldur. Bəs sürtünmə qüvvəsinin gördüyü iş. Əziz şagirdlər, bərabər sürətli hərəkətdə biz bilirik ki, sürtünmə qüvvəsi dartı qüvvəsinə bərabər olur. Sadəcə görülən işlərdə modulca bir-birinə bərabər olur. Sürtünmə qüvvəsinin gördüyü iş hər zaman mənfi olur və ondan dolayı mənfi 30 joule qeyd edirik. 64-cü sualda üfüqi səthdə 30 metr bölü saniyə sürətlə hərəkət edən cismin tormozlamağa başlandıqda 5 saniyə sonra dayanmışdır. Sürtünmə misalını tapın. Başlanğıc sürət bizdə verilibdir 30 metr bölü saniyə və 5 saniyə sonra dayanıbdır. T bərabərdir 5 saniyə. Bizə deyir sürtünmə misalı. Biz bilirik ki, tormuz müddəti üçün V0 bölünsün A və V0 A-nın yerinə μj ifadəsini yazaraq biz buradan μ-nü tapmaq istəsək, μ bərabər olur V0 bölünsün TJ və alaraq burada hesablama aparsaq 0.6 cavabını alarıq. Yəni 30-u bölərik 50-yə və 0.6-nı alarıq. Sonra gəlir 65-ci sual. Radiusu 40 cm olan R bərabərdir 40 cm 0.4 metr və bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının, yəni f-nin zamandan asılılıq qrafiki verilmişdir. Mərkəzə qaçma təcilini tapın. Mərkəzə qaçma təcili biz bilirik ki, omega kvadratı R düsturu var və omeganın bizdə dəyərini, yəni qiymətini bilmirik. Omeganı tapmaqdan ötəri f-ni bölməliyik, yəni daha doğrusu delta f-ni delta t-yə. Bizdə delta ilə fi 60-a bərabərdir. 60 bölünsün 30 və bucaq sürətin 2 radian bölünsün saniyə olduğunu tapırıq biz. Omega 2-dir. 2-nin kvadratı 4 vurulsun. Radius 0.4 metr edir. Təcilimiz 1.6 metr bölünsün saniyənin kvadratı. Cavabını alırıq və cavab C-yə bərabər olur. Cavab C-yə bərabər olur. 66-cı sual. Qəşəng sualda 66-cı sualda nə deyilir? Deyilir ki, kütləsi M və sürəti V olan saatın saat əqrəbinin 4 saat müddətində impuls dəyişməsi nəyə bərabərdir? İmpuls dəyişməsi nəyə bərabərdir? Təbii ki, saatın saat əqrəbidir. Çevrə üzrə hərəkət edir. Çevrə üzrə hərəkət elədiyindən radius vektoru olsun saat əqrəbinin. Bura olsun bizdə 3 saat. Bu radius vektoru bu nöqtədən bu nöqtəyə gəldikdə biz bilirik ki 90 dərəcə yəni meyl edir və yaxud da 90 dərəcə dönür. Dönmə bucağı 90 dərəcəyə bərabər. Buradan qeyd edə bilərik ki, hər saatı, yəni 1 saat, 2 saat və 3 saat. Hər saat aralığı 30 dərəcəyə bərabərdir. Hər saat 30 dərəcə. Bizdən 4 saat istəyir. 4 saat isə təqribən bu nöqtəyə qeyd eləyək və 4 saatı gələndə saat əqrəbi 4 saat müddətində 12-dən 4-ə qədər gələndə 120 dərəcə dönür. Onda biz delta impuls dəyişməsi, delta P-ni tapmaqdan ötəri daha rahat düsturumuz var bizdə. Delta P bərabərdir 2P sinus fi böl 2 düsturu ilə müraciət edib tapa bilərik. Burada 2P-nin yerinə MV vurulsun sinus. Fi bizdə dönmə bucağı. Ümumi dönmə bucağı 120. Yazarıq burada 120 bölünsün 2. Və buradan ifadə alırıq ki 2MV vurulsun 120 bu eləyir 60 sinus 60-da kökdə 3 bölünsün 2 ifadəsini edir. Burada ixtisarlarımızı edirik və impuls dəyişməsi üçün kökdə 3 vurulsun MV ifadəsini almış oluruq. İndi biz
67-ci sual. 67-ci sualda nə deyilir? 67-ci sualda kütləsi 20 kiloqram olan cisim şəkildə göstərilən 200 Newton qüvvənin təsiri ilə üfüqi səthdə hərəkət etdirilir. Səthin sürtünmə misalı 0.2 olarsa, cismin aldığı təcili modulu hesablanır. Biz buradan verilənlər əsasən kütlə verilibdir. M bərabərdir 20 kiloqram və sürtünmə misalı verilibdir 0.2. Sürtünmə qüvvəsini tapa bilərik. Μ(g) düsturuna əsasən. μ(g) μ(10)2, J10, kütlə isə 20. Buradan biz tapırıq ki, bizim sürtünmə qüvvəmiz neçə newtondur? 40 newton. Sürtünmə qüvvəsi dartı qüvvəsinin əksi istiqamətində və 40 newton. Dartı qüvvəsi 200 newton. Biz təcili tapmaqdan ötəri əvəzləyici qüvvəni kütləyə böldüyünü bilirik. Əvəzləyici qüvvə 200-dən 40-a çıxsa 160 bölünsün 20 edir. 8 metr bölünsün saniyə kvadratı alırıq. İndi gəlirik 68-ci sual. 68-ci sualda nə deyilir? Deyilir ki, mis kubun kütləsi M deyək, M bərabər 81 kiloqramdır. Tili 3 dəfə kiçik olan mis kubun kütləsi nəyə bərabər olar? M1 deyək, M2 bərabərdir sual işarə. Tili 3 dəfə kiçik tili. Deyək ki, əvvəlcə tili A idi, A1 A-ya bərabərləşdirin. A2 olsun nəyə? A böl tili 3 dəfə kiçik bölsün 3. Biz burada ümumiyyətcə bir metalın adı çəkilirsə, deməli həmən ifadədə rho fiziki kəmiyyət olaraq sabitdir. Yəni materialın sıxlığı sabitdir. Kütləni tapmaqdan ötəri biz bilirik ki, M, rho v düsturu var. Burada kub deyildiyi üçün biz V'nin yerinə A kubu yaza bilərik. Buradan biz görürük ki, kütlə tillə necə, yəni tilin kubu ilə düz asılıdır. Qeyd ediblərəm ki, buradan M1-in M2 olan nisbəti A1 kubunun A2 kubuna olan nisbətinə bərabərdir. M1 neçədir? 81. M2 bilmirik. A1 tili bizdə A qəbul etmişik. A2 də tili 3 dəfə kiçik olan A böl 3 və burada A kubu daha doğrusu A'nın kubu və 3 də kubu ilə yuxarı qalxsa edir 27. Burada M2 kütləsini alır neçə kiloqram? 3 kiloqram olduğunu tapırıq. Və deməli tilini biz 3 dəfə azaltsaq kütləsi edəsidir. İkinci halda edəsidir 3 kiloqram. 3 kiloqram edəsidir. 69-cu sualda. Lingə təsir edən qüvvənin təsir xətti ilə və yaxud da qüvvənin uzantısıdır deyə bilərik. Lingin dayaq nöqtəsi arasında ən qısa məsafə. Biz bilirik ki, bu qüvvə qolu adlanır. Ən qısa məsafə. 70-ci sual. 70-ci sualda cismin impulsun zamandan asıllığına əsasən 3-cü saniyənin, T bərabərdir, 3-cü saniyənin sonunda cismə təsir edən qüvvəni tapın. Biz bilirik ki, qüvvə impulsun zamana görə törəməsinə bərabərdir. Burada impulsun tənliyi verilibdir. 4T üstəgəl T kvadratından biz törəmə alsaq, 4 üstəgəlsin 2T şəklində ifadə almış oluruq. Bundan sonra biz verilən bu zamanı, yəni 3 saniyəni gətirib bu T'nin yerinə yazsaq, belə bir ifadə alarıq ki, F bərabərdir 4 üstəgəl 2 vur 3. Eləyir neçə? 10 Newton E'dir. 10 Newtona bərabər olur. 71-ci sual. İki cisimdən hər birinin kütləsi 3 dəfə azaldıb. İki cisimdən hər birinin kütləsini 3 dəfə azaltsaq. M1-i də 3 dəfə azaldırıq. M2 cismin kütləsini də 3 dəfə azaldırıq. Aralarındakı məsafəni də 3 dəfə artırdıqda. Bunu da 3 dəfə. Məsafəni də 3 dəfə artırdıqda. 3 dəfə artırdıqda. Onlar arasındakı cazibə qüvvəsi necə dəyişir? Cazibə qüvvəsi biz bilirik ki, gravitasiya sabiti vurulsun kütlələr hasili bölünsün aralarındakı məsafəni kvadrat. Bizdə hər birinin kütləsini 3 dəfə azaldır və onlar arasındakı məsafəni 3 dəfə artır. Bu zaman sürət 9, məxrəc də 3 dəfə artır. 9 dəfə belə deyək ki, məxrəc də 9 dəfə artır. Onda
Bu F qüvvəsi, cazibə qüvvəsi dəyişərmi? Əlbəttə ki, xeyr, dəyişməz, alınır. Çünki hər birinin kütləsini 3 dəfə azaldıb. Hər birinin kütləsini 3 dəfə. Onlar arasında məsafəni də artırdıqda. Bunlar buradan kütlələrini azaltdıqda və kütlələrini azaldıb. Bizə dəyəcək əziz yoldaşlar. İki cisimdən hər birinin kütləsini 3 dəfə azaldıb. Və məsafəni də 3 dəfə. Burada üzr istəyirəm, burada. Bəli, bizə deyilir ki, kütlələrini azaldıqda, kütlələr M1 deyək ki, M böl 3, M2 M böl 3 və onlar arasındakı məsafəni də R2 deyək ki, 3 R1. Buradan biz hesablama aparsaq görəsiyik ki, əvvəlcə F1 deyək ki, J vurulsun. Əvvəlcə kütlələr hər birini deyək ki, hər birini M qəbul etmişik. M qəbul edəndə M vurulsun M, bölünsün, məsafə də əvvəlcə deyək ki, R1 və yaxud da R qəbul edək. R1 deyək, R1-in kvadratı. Bu ifadə alınası. İkinci halda bizdə yenə J vurulsun. M1, M böl 3 vurulsun yenə M böl 3 və məsafə də R2-nin mötərizə kvadrat eləsək 9 R1-in kvadratı. Buradan biz alırıq ki, J vurulsun yenə M vur M bölünsün. Bu sürət bizdə 3 vur 3, 9, aşağıda məxrəcdə 9 var və 81 R1-in kvadratı edər. Buradan aydın görmək olur ki, bizdə qüvvə necə dəyişdi? Azaldı. 81 dəfə, yəni əvvəlcə F1-imiz buna bərabər idi. Sonraki F2-miz isə 81 məxrəcdə olduğu üçün azalıbdır və cavab D variantı olur. Gəlirik 72-ci sualda. Yalnız sabit sürtünmə qüvvəsi təsir edən cismin sürətin zamandan asılılıq qrafiki necədir? Yalnız sürtünmə deyirsə, deməli cisim yavaşcan hərəkət edir. Yavaşcan hərəkətdə sürət zamandan xətti azalan şəkildə asılı olasıdır. 73-cü sual. Maşının mühərrikinin fiyəsi, yəni faydalı iş əmsalı 50%dir və o kütləsi 1,5 ton olan yükü. Bizdə kütlə verilibdir 1,5 ton yük, yəni 1500 kiloqram yükü. Bir dəqiqə ərzində, yəni 60 saniyə ərzində H bərabərdir 25 metr hündürlüyə qaldırır. Maşının mühərrikin gücünü hesablayın. Biz bilirik ki, mühərrikin faydalı iş əmsalı ETA bərabərdir MCH bölünsün N vur T'yə bərabərdir. Burada biz vurulsun təbii ki 100%. Burada N'i tapmaq istəsək, MCH vurulsun 100% bölünsün ETA vurulsun zaman. İfadəni hesablasaq biz, MCH bizdə, MCH 15, bunu belə yazsaq biz, 15 vurulsun MC 10 üstü 3 vurulsun H neçə metr? 25 metr. Vurulsun 100%, 10 üstü 2 yazaq, faizdən onsuz da məxrəcdə ixtisara gedəsidir. Aşağıda bizdə 50 vurulsun 60. Bu ifadəni biz hesablasaq burada biz 15 ilə deyək ki, elə 15 mindən 50-ni ixtisar eləsək, burada 300 ifadəsi qalar. 300 ilə də 60'ı 5, 5'i 125 vurulsun 10 üstü 2 ifadəsini almış olaraq. Cavablara baxırıq. 125 bizdə kilovatla verilibdir. Və bunu belə də yaza bilərik. 12,5 vur 10 üstü 3. Deməli 12,5 kilovat Y variantı edər. Ümid edirəm hesablamanı düzgün aparmışıq. Bəli, Y variantı edər. 74-cü sual. Kütləsi 40 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətli dirsə V konstant və bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu H ip 0,10 ipin sərbəst ucu sürətlə daha doğrusu V bərabərdir. V ip 0,2 metr bölünsün saniyə sürətlə. Hərəkət edirsə yükün impulsunu tapmalıyıq burada. Yükün impulsu
Yük, yəni təbii ki, kütlə vurulsun, ipin sürəti. İndi burada bizdə 40 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sürəti. Bizdə ipin sürəti verilibdir və tərpənməz blokdur. İpin sürəti elə yükün sürətinə bərabər olur. O da 0,2-dir. Buradan tapırıq ki, 40 vurulsun ilə 0,2 eləyir 8 kiloqram vurulsun metr böl saniyə ifadəsini alırıq. Tərpənməz blokda biz bilirik ki, ipin sürəti yükün sürətinə bərabər olur. 75-ci sual. Kütləsi 5 kiloqram olan cisim 2 saniyə müddətində sərbəst düşür. Kütlə verilibdir və 2 saniyə müddətində sərbəst düşür. Uçuş müddəti ərzində, yəni sərbəst düşmə müddəti ərzində ağırlıq qüvvəsi, cismin çəkisi və düşmə hündürlüyü tapın. Əziz şagirdlər, sərbəst düşən bir cisim fərq yoxdur. Yuxarı qalxsın, necə hərəkət etməyindən asılı olmayaraq, ağırlıq qüvvəsi hər zaman mg-yə bərabərdir. 5 kiloqram olduğu üçün 50 newton ağırlıq qüvvəsi var. Cismin çəkisi bilirik ki, P hərfinin. Çəki yalnız sərbəst düşmə hərəkətində sərbəst düşür. Çəki nəyə bərabər olur? Çəki 0-a bərabər olur. 2 saniyə ərzində düşür. Şagirdlər, biz bilirik sərbəst düşən cisim 2 saniyə ərzində. Birinci saniyədə 5 metr, ikinci saniyədə 15, üçüncü 25, 35 və s. belə davam edir. Bizə 2 saniyə ərzində düşdüyü üçün deməli bu 20 metr hündürlükdən düşdüyünü tapa bilərik. Və yaxud da h bərabərdir gt kvadrat bölü 2 ifadəsinə yerinə yazsaq, yeni 20 metr hündürlükdən düşdüyünü qeyd edə bilərik. Burada biz cavab olaraq ağırlıq qüvvəsi 50 newton və çəki 0,20 cavab olaraq D variantı olasıdır. 76-cı sual. Kosmik gəmi yerdən A bərabərdir 2G təcili start götürərsə, kosmonavtın məruz qaldığı əlavə yüklənmə. Əlavə yüklənmə biz bilirik ki, N bərabərdir 1 plus A böl J düsturundan tapa bilirik. 1 plus A-nın yerinə 2G bölünsün J. Alır necə? 3 dəfə əlavə yüklənməyə məruz qalır. 77-ci suala baxın. Hansı qrafik qüvvə momentinin qüvvənin modulundan asıllığını ifadə edir? Təbii ki, qol sabit olanda FD ifadəsinə əsasən M F-dən düz asılıdır. 78-ci sual. Watt kök altında watt vurulsun saniyə bölünsün kiloqram vurulsun metr kvadratı ifadəsi deyil. Hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Watt vurulsun saniyə biz bilirik ki, 1 joule bərabərdir. Watt vurulsun saniyə hansı ki işdir və iş də 1 joule. Joule da açsaq Newton vurulsun metr ifadəsini alırıq. Newton vurulsun metr. Və məxrəcdə kiloqram vurulsun metr kvadrat ifadəsi qalır. Buradan biz metrlə metrin kvadratı bir ixtisar olunsa, sürətdə Newton da əsas vahidlərlə açsaq, kiloqram vurulsun metr böl saniyə kvadratı və burada bizdə məxrəcdə kiloqram və bir də bu metrin biri qalır. Buradan biz ixtisarlarımızı etsək, metrlə metr, kiloqramla kiloqram və 1 böl saniyə kvadratı çölə, yəni kökdən 6 ifadədən çölə çıxar 1 böl saniyə. Bu da bizdə tezliyin vahidinə uyğun gəlir. 79. Yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edən süni peyklərin fırlanma periodları arasında hansı münasibət doğrudur? Biz bilirik ki, fırlanma periodların belə eləyək ki, fırlanma periodları radiusların R kökdə R ifadəsi ilə, yəni ki, qısa olaraq radiusla, mərkəzdən olan radiusla orbitin radiusu ilə düz mütənasibdir. Hətta belə bir ifadə var. T1 kvadratının T2 kvadratına olan nisbəti radiusun 3-cü dərəcələri nisbəti ilə periodların kvadratları nisbəti radiusun 3-cü dərəcələri nisbəti ilə düz mütənasibdir. Qısası T R-lə düz asılıdır. Buradan biz görürük ki, bir nöqtəsi radiusu ən kiçik. Yəni R1 ən kiçik, sonra R2 görmək olar 3 nöqtəsi burada verildiyi üçün radiusu ən böyük 3 nöqtədə olur. Periodlar da onda həmçinin T3 böyük T2 böyük T1 şəklində yaza bilərik. 80-ci sual. 80-ci sualda alfa bucağının hansı qiymətində mexaniki iş maksimumdur? Alfa qüvvə ilə yer dəyişmə arasında bucaqdır. Biz bilirik ki, maksimum olması üçün alfa bucağı 0 dərəcəyə bərabər
olmalıdır. Burada təbii ki A variantı olur. Mexaniki iş maksimumdur. A bərabərdir əslində Fs kosinus alfa. Maksimum olması üçün alfa bucağı təbii ki 180 dərəcədə burada daha yaxşı olardı ki modulu və yaxud da modulca 180 dərəcədə bəli mənfi alınır. Mənfi alınır. Burada cavab A variantı qəbul edirik. 81-ci sual. 81 Euler-Venn diaqramına uyğun ifadələrini müəyyən edin. Cismin impulsu, qüvvə impulsu. Şaylar cismin impulsu P bərabərdir mv, qüvvə impulsu ft, o da delta P'yə bərabərdir. Burada bizə deyilir ki, çevrəyə toxunan istiqamətdə təbii ki cismin impulsu 1. Çevrənin mərkəzinə qüvvə impulsu. Burayı bərabərdir. Vektorial fiziki kəmiyyətdir. Hər ikisi istiqamətlər göründüyü kimi hətta burada qeyd olunur istiqamət mərkəzə doğru. İstiqaməti olan fiziki kəmiyyətlər vektorialdır. Həm ədədi qiymət, həm də istiqamət. Cismin kütləsi ilə sürəti hasilinə bərabər təbii ki impuls qüvvə ilə onun təsir qüvvə impulsuna bərabərdir. 82-ci sual. 82-ci sual. Hansı mülahizələr doğrudur? Hansı mülahizələr doğrudur? Avtomobil mühərrikinin gücünü dəyişmədən dartı qüvvəsini 2 dəfə azaltdıqda avtomobilin kütləsi sabitdir. Biz bilirik ki, dartı qüvvəsi güc sabit olanda sürətlə, daha doğrusu bir orta sürət qeyd edirik burada. Yəni sürətlə dartı qüvvəsi necə asılıdır? Tərs. Bizə deyir ki, dartı qüvvəsini 2 dəfə azaltdıqda. Dartı qüvvəsi 2 dəfə azaltdıqda onun sürəti deməli 2 dəfə artasıdır. Sürət 2 dəfə artar, bəli. Azaltdıqda sürəti dəyişməz, bu yanlış. Sürət 2 dəfə azalar, yanlış. Kinetik enerjisi. Sürət 2 dəfə artırsa, kinetik enerji bəli, bizdə qeyd olunubdur ki, avtomobil kütləsi sabitdir. Kütlə sabit. mv kvadrat böl 2 düsturuna əsasən sürət 2 dəfə artırsa, onda kinetik enerji 4 dəfə artmalıdır. 4 dəfə artır, burada edir elə 4-cü cavab. Və avtomobilin kinetik enerjisi azalar, avtomobilin impuls. İmpuls P bərabərdir mv düsturuna, yəni kütlə sabit artırsa, impulsda 2 dəfə artasıdır. Cavab 1, 4, 6. 1, 4, 6 B variantı uyğun gəlir. Ümumiyyətcə, sürətlə impuls hər zaman bir-birinə düz aslıdır. Bir-birinə düz aslıdır. 83-cü sual. Hansı ifadələr səhvdir? Sürtünmə nəzərə alınmır, bölgülər arasında məsafə eynidir. Bizdə deyilir, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənən blok qüvvədə 2 dəfə qazanc. Təbii ki, 2 dəfə qüvvədə qazanc verir. Bu doğrudur. Tərpənən blok qüvvədə qazanc vermir. Bizdə səhvləri istəyir. Deməli, tərpənən blok qüvvədə qazanc vermir. Nəyə görə istifadə olunur? Bu yanlış cavabdır. Yəni, bizim üçün doğru sual 83-cü sual üçün yəni bizə doğrudur. Amma ümumilikdə fikir olaraq yanlış fikirdir. 2. Link qüvvədə 3 dəfə qazanc verir. Linkin qazancını tapmaq istəyiriksə, böyük qol dayaq nöqtəsindən hesablanır. Hansı ki, deyək ki, burada T gərilmə qüvvəsi var. T gərilmə. Böyük qolun kiçik qolu olan nisbəti. Böyük qol 6 bölgüdür. 2, 2, 2, 6 bölgü. 2 olan nisbəti 3 dəfə qazanc verir. Bizə deyir ki, link qüvvədə 3 dəfə qazanc verir. Deməli, bu doğru ifadə, amma bizə səhvlər lazımdır. Link bəli 3 dəfə qazanc verir, doğru ifadədir. Sistem qüvvədə 4 dəfə qazanc verir. 2 dəfə qazanc bu verir, 3 dəfə də bu. Onda sistem qüvvədə 6 dəfə qazanc verir, 4 dəfə yox. Deməli, cavab 4. Axtardığımız cavablardan biri 4. Sistem qüvvədə 6 bu doğrudur. Cavab bizdən soruşulan cavab deyil. Tərpənən blokda ipin sərbəst sürətine təsir edən qüvvə 5 newtondur. Buna baxaq. Burada 6 kiloqramdırsa, deyək ki, 2 bölgüdür bunun qolu. Digərinin qolu, yəni buradakı gərilmə qüvvəsinin qolu 6 bölgüdür. Biz T gərilmə qüvvəsini tapmaq istəsək, hansı ki 60 momentlər qaydasını yazsaq, vurulsun 2 bərabərdir, T vurulsun 6. 6 ilə 60 ixtisar gedir, burada 10. Gərilmə qüvvəsini tapırıq neçə newton? Gərilmə qüvvəsi edir 20 newton. Bura 20 newtonsa, bura 10 newton, bura 10 newtona bərabər olur. Bizdə amma verilibdir 5. Deməli, cavabdan biri 2, 4, biri də 6 idi.
84-cü sual. Cismin sürəti Vx bərabərdir. Vx bərabərdir 10 üstə gəlsin 2t şəklində dəyişirsə, t bərabərdir 5 saniyə sonra orta sürət neçə metr bölü saniyə olduğunu tapın. Orta sürət. Biz bilirik ki, orta sürət tapmaqdan ötəri ümumi yolu ümumi zamana bölməliyik. Ümumi zaman əziz şagirdlər veribdir 5 saniyədir və ümumi yol. Ümumi yolu tapmaqdan ötəri biz bir sıra hallara müraciət edə bilərik. Buradan tapa bilərik. Başlanğıc sürət hansı ki deyirik ki 10'dur. Təcilimiz isə 2'dir. Yerinə yazsaq 10 vurulsun, 10 vurulsun. Zaman neçədir? Zaman bizdə 5 verilibdir. Üstə gəlsin. AT kvadratı A2'dir. Vurulsun T5 kvadratı 25 böl 2 eləyir 75 metr edir. 75 metr yazsaq ümumi yol və buradan alırıq ki 15 metr böl saniyə sürəti hansı ki bu zaman aralığında həmən cismin orta sürətidir. 85-ci sual. 20 metr böl saniyə sürətlə yuxarı istiqamətdə atılmış, yəni başlanğıc sürət 20 metr böl saniyədir. 100 qram kütləli cisim M bərabər 100 qram çevrək 0,1 kiloqram kütləli cisim. Qalxma hündürlüyündə potensial enerji nəyə bərabərdir? Maksimal qalxma hündürlüyündə potensial enerji nəyə bərabərdir? Biz bilirik ki, neçə jouldur, havanın müqaməti nəzərə alınmır. Biz bilirik ki, yer səthindən bir cisim başlanğıc sürətlə atılıbsa, atılan anda o maksimal kinetik enerjiyə sahibdir. Həmən maksimal kinetik enerji hansı ki yuxarı qalxdıqca azalır və ən maksimal hündürlükdə kinetik enerji sıfıra bərabər olur və maksimal hündürlükdə kinetik maksimal bərabər olur maksimal hündürlükdəki həmən cismin potensial enerjinin maksimum qiymətinə. Biz kinetik enerjinin maksimal dəyərini tapmaqla elə potensial enerji maksimal dəyərini tapmış oluruq. Bu ifadədə kinetik enerji mv maksimal kvadrat bölünsün 2 düsturuna tapsaq, m 100 qram yəni 0,1 kiloqram vurulsun, sürət 20 kvadratı 400 bölünsün 2 eləyir neçə joule? 20 joule ifadəsini alırıq. Hansı ki maksimal qalxma hündürlüyündə potensial enerjinin 20 joule olduğunu tapırıq. 86-cı sual. 86 şaquli yuxarı istiqamətdə sabit 4 metr böl saniyə kvadrat təcillə bərabər yeniləşən hərəkət edən liftin içərisindəki cismin çəkisi 70 newtondur. Cismin kütləsinin neçə kiloqram olduğunu hesablayın. Biz şaquli yuxarıdır. Təcilimiz yuxarı istiqamətdə və çəki də verilibdir ki 70 newton. Kütləni istəyir bizdən. M bərabər sual. Biz bilirik şaquli yuxarı hərəkətdə çəki mg'dən m'a qədər çox olur. Yazarıq P bərabərdir M vur J plus A. 70 bərabərdir M vurulsun J10 təcil də 4. Buradan M'i tapıram ki 70 bölünsün 14 və ifadəni alırıq ki 5 kiloqramdır. Deməli cismin kütləsi 5 kiloqrama bərabərdir. Uyğunluğu müəyyən edin. Yer səthinə şaquli yuxarı atılmış cisim yerə çatan ana qədər havanın müqavimət qüvvəsi nəzərə alınmır. Yer səthinə şaquli yuxarı atmışıq bir cismi. Şaquli yuxarı atmışıq, ataq. Fərz edək ki, bir cisimdir. Yer səthinə şaquli yuxarı başlanğıc sürətdən atmışıq. Yerə çatan ana qədər gəldi və buradan sonra da qayıtdı. Hansı sürətlə atmışıqsa, təbii ki, həmən sürətlə yerə dəyməlidir. Müqavimət qüvvəsi nəzərə alınmadığı üçün. Potensial enerji, kinetik enerji, tam mexanik enerji. Uçuş müddəti ərzində artır. Axı, uçuş müddəti ərzində artır. Biz burada şaquli yuxarı atılmış cisim yerə çatan ana qədər müddəti ərzində artır. Potensial enerji əvvəl artır, sonra azalır. Deməli, bu kinetik enerji əvvəl azalır, sonra artır. Tam mexanik enerji dəyişmir. Deməli, uçuş müddəti ərzində artır. Bu səhv bir fikirdir. Uçuş müddəti ərzində azalır. Bu da səhv bir fikirdir. Artırma var, azalma var. Uçuş müddəti ərzində dəyişmir. Bəli, dəyişməyən tam mexanik enerjidir. C variantı. Uçuş müddəti ərzində əvvəlcə artır. Bəli, əvvəlcə artan hündürlüyü artdığının potensialini. Sonra azalır, hündürlüyü azalır. Deməli, bu D variantı uyğun gəlir. Potensial enerji. Uçuş müddəti əvvəlcə azalır, kinetik sonra artır. Kinetik enerji Y variantı bu ifadəyə uyğun gəlir.
İndi biz situasiya tipli sualların izahlarına baxaq. Burada kütlə verilibdir. Kütləsi 4 kilogram olan cisim şəkildə göstərilən 3 qüvvənin təsiri altında sükunət vəziyyətindən hərəkətə başlar. Bölgülər arası 2 newtondur. Bizə deyilir ki, 88-ci sualda cismə təsir edən qüvvələr əvəzləyicisinin modulu neçə newtondur? Əvəzləyici tapmaqdan ötəri əvəzləyicisinin modulu neçə newtondur? Əvəzləyici sual. Onun üçün biz hansı ki qüvvələri proyeksiyalı ayırma metodu ilə eləyə bilərik? İlk öncə başlayaq. Hər bölgüdə 2 newtondur. F2 qüvvəsinin x oxu üzrə proyeksiyası neçə newtondur? 3 bölgü olduğundan 6 newton. F2 qüvvəsinin və yaxud da F2 vektorun y oxu üzrə proyeksiyası varmı? Xeyr, 0. Ona görə bundan biz yekunlaşırıq. F3 qüvvəsi y oxun əksinə 3 bölgüdür. 3 bölgüdsə, yəni 6 newton aşağı istiqamətdə. F1 qüvvə vektorun həm x oxu üzrə var və x oxun əksi üzrə proyeksiyası var, həm də y oxu üzrə var. X oxun əksi istiqamətdə görmək olur ki, bir bölgüdür və hər bölgüdə 2 newtondur. Onda 2 newtonu qeyd edə bilərik. Yuxarı istiqamətdə F1 3 bölgü olduğundan yuxarı istiqamətdə 6 newtona bərabərdir. 6 newtona bərabər. Burada biz əvəzləyicini tapmaq istəsək bu sistemdə biz bilirik ki, əks istiqamətdə olan qüvvələrdən böyükdən kiçik çıxır. Burada əks istiqamətləri bir-birini aparır. 2 newton sola, 6 newton sağa doğru və əvəzləyici neçə newton sağa, 4 newton sağa doğru olduğunu biz tapa bilərik. Və 88-ci sualın cavabı 4 newton. Hərəkət müddətinin ilk 8 saniyədə cismə təsir edən qüvvələr əvəzləyicinin gördüyü iş. Biz əvəzləyici qüvvənin 4 newton olduğunu və 8 saniyədə görülən iş. Biz bu cismin sükunət vəziyyətindən hərəkətə başladığını bizə qeyd olunubdur. Sükunət vəziyyətindən V0 sıfırdır və kütlə 4 kiloqramdır. Kütlə 4 kiloqramsa biz təcilin 1 metr bölü saniyə kvadratı olduğunu A bərabərdə əvəzləyici bölü M düsturuna əsasən tapa bilərik. Və işi tapmaqdan ötəri əvəzləyici S düsturuna müraciət edirik. Əvəzləyici qüvvə 4-dür və S-in yerinə sükunət vəziyyətindən hərəkətə başladığı üçün AT kvadrat bölü 2 ifadəsindən biz yer dəyişməni tapsaq, 2 ilə deyək ki, 4 ixtisar gedir, qalır 2 vurulsun. A neçədir? 1. Neçə saniyə? 8. Kvadratı 64. Elir neçə? 128 joula bərabər olur. Hansı ki 89-cu sualın cavabı 128 jouldur. Son olaraq 90-cı suala baxaq. Şəkildə göstərilən 3 qüvvədən hansının müsbət iş gördüyünü, hansının mənfi iş gördüyünü, hansının gördüyü iş isə 0-a bərabər olduğunu müəyyən edin və yazın. Cavab vərəqinizdə qeyd edin deyilir. Biz bilirik ki, əvəzləyiciyi tapdıq ki, əvəzləyici hansı ki x oxu istiqamətindədir. X oxu istiqamətindədirsə, bizdə yer dəyişmə istiqaməti x, yəni hansı ki F2 istiqamətində olasıdır. Yer dəyişmə. Biz bilirik ki, iş nə zaman 0, nə zaman müsbət olur və nə zaman 0 olur. Perpendikulyar alanda görülən iş 0-a bərabər, yəni F3 qüvvəsinin kör bucaq təşkil edəndə mənfi, yer dəyişmə ilə eyni istiqamətdə olanda isə müsbət iş görür. Deməli, F3 gördüyü iş, F3 qüvvəsinin gördüyü iş 0-a, F1 qüvvəsinin gördüyü iş mənfi və F2 qüvvəsinin gördüyü iş də müsbətə bərabər olasıdır. Bununla bizim sınaq suallarının izahını yekunlaşdırırıq. Oldu, təşəkkür edirəm, sağ olun.